Ey müsəlman, heç vaxt özünü tərifləmə, təmizə çıxarma. Mən belə, mən elə. Və mübtala olmaq yolundan əmin olma. Elə düşünmə ki, sən elə daim bu cür bəzi elədiyin yaxşı əməllərlə davam edəcəksən. Buna əmin olma. Və bil ki, deyir, salih olmaqla salih olmamaq, insanın büdrəməsi, ayağının sürüşməsi, sınması arasında ancaq Allah Teala'nın tevfik müvəffəqiyyəti durur. Əgər Allahın müvəffəqiyyəti çəkilsə, insan həlak olur. İnsanın salih olmağı ancaq Allah Teala'nın tevfiki müvəffəqiyyəti iləndir. Və yaxud da Allah Teala'nın örtməsidir. Allah Teala eyibləri örtür. Əgər Allah Teala eyibləri açsa, insan rüsvay olar. Və kiminsə günahına görə günaha mübtala olan birisini heç vaxt eyibləmə. Əgər Allah Teala'nın sənə lütfü, mərhəməti olmasaydı, sən ondan daha aşağı halda olardın. Və bil ki, dində sabit olmaq, salih əməllərdə, yaxşı işlərdə sabit qalmaq layiqlik deyil, Allahdan bəxşişdir. Yəni, mən layiqəm. Ona görə deyil o. Allah Teala'nın lütfü Allahın verməsidir. Və bil ki, deyir, insanın salamat qalmağı, haramlardan uzaq duraraq, salamat qalmaq Allahın lütfüdür, məharət deyil. Mən məharətimə görə, ona görə deyil. Allah da lütfü mərhəmətlidir. Və bunu bil və bunu yadda saxla və ey müsəlman, belə olduqdan sonra insanlara mərhəmət elə. İnsanlar arasında gəz, Allah Teala'ya şükr edən şakir bir qul olaraq. İnsanlara təkəbbürlə baxaraq, bəzi yaxşı işlərini çox hesab edərək lovğa-lovğa yerimə. Və əksinə Allah Teala'nın lütfü, mərhəmətini bilərək, insanlar arasında onlara mərhəmət hiss edərək, Allaha şükürlə yeri. Və daim Allah Teala'dan sabitlik və bir də eyiblərinin örtülməsini istə. Çünki eyiblərin üstünün açılması bir an məsələsidir. Eyiblərin açılması insan üçün həlakdır. Lakin örtülmək isə nicatdır. Və Allah Teala'dan istəyirəm ki, bizim eyiblərimizi örtsün. Və Allah Teala bütün müsəlmanların günahlarını bağışlasın.